toyda mübahisələr düşüb, çıxıb çölə. Mən kamerada gördüm, çıxıb çölə getdi, belə zavorun dibinə qayıtdı dala. Anası saxlaya bilmədi. Mən baxdım kamerada gördüm, dalbadal bıçaqladı, vurdu ona 4 dənə. Sabirabadda toyda qətl hadisəsi baş verib. Hadisə rayonun Qaragüney kəndində qeydə alınıb. Kənd sakini 38 yaşlı Telxas İsrafilov, həmkəndlisi 41 yaşlı Xəqani Muradov tərəfindən bıçaqlanıb. Qaldı yerdə, heç kim yaxın gəlmədi, kömək eləməyədilər. Hamı qorxusundan bir tərəfə qaçmışdı. Bilmədim nə iş oldu. Mən öldüm. Mən tək partiyayım, kömək eləyən yox idi. İnşallah saray içərisindeydim. Hay-haray düşdü ki, bu şeyi boğuşdu, sağlayıblar. Çıxdım şöyle gittim gördüm anasının qucağındadır. Oradan da götürdü qoyduq maşına gətirdik xəstəxanaya. Güya 3 gün toydu, 3 gün oldu. Qeyd edək ki, Telxas İsrafilov xəstəxanaya çatdırılsa da əməliyyat zamanı vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən Xəqani Muradov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.